Peyğəmbər xanım Zəhranı gətirməklə başa salmaq istəyir ki, İslam və müsəlman xanımlarını təmsil edən xanım Fatimə salamullahi aleyhadır. Qız nəvələrini, yəni öz oğulları ünvanında qız nəvələrini gətirdi axı. Əbna nədir? Oğlum. Kimi gətirdi ora? Həsənlə Hüseyni gətirdi. Qız nəvələrini öz oğulları ünvanında gətirməklə bəyan elədi ki, dünyaya, mən əbtər deyiləm, amma mən Kövsərəm. Siz deyirdiniz ki, ya Peyğəmbərin bir dənə qızı var, Zəhra oğulda ölüb, daha qutardı, bitdi məsələ. Mənim nəslim Zəhra xanımdan davam edəcək. Əbtər mənə deyəndir. İnnə şaniyəkə huvəl əbtər. İnna ətaynəkə l-Kəvsər. Oğullarını gətir Allah Teala deyir. Kim gətirir? Həsənlə Hüseyin. Nəvə demir orada deyir, oğullarını gətir. Həsən və Hüseyni belə tanımaq və belə tanıtdırmaq lazımdır. Təkcə o Peyğəmbərin nəvəsidir.